Dəyərli izləyicilər, biz yenidən şəhid ailəsindəyik. Aktual xəbər olaraq bu günlərin şəhid Orucov Mirzəcan Araz oğlunun şəhadətə ucaldığı günü gəldik anası ilə görüşək. Deməli, şəhid Orucov Mirzəcan Şamaxı rayonunda dünyaya göz açmışdı. Anası ilə tək yaşamışdı, evin bir oğluydu. Şəhidimizin anası Südabə xanım bugün Şamaxı şəhərində oğlunun məzarını ziyarət edib, Xırdalan rayonunda yaşadığı evə qayıdıb və biz də istədik ki, gələk, anamızı bugün tək qoymayaq və şəhadətə ucalan şəhidimizin ruhu qarşısında öz borcumuzu yerinə yetirək. Nifrətəm çevirdin baxışlarını, qan səklərdən axışları, günlərə qərq olmuş başdaşlarını, namusu qeyrəti daşını şəhidlər. Nifrətə çevrildi baxışlarınız, qanlı səklərdən naxışlarınız, güllərə qərq olmuş. Gel keçin. Salam. Ana, Allah sənə səbir versin, yalnızdayıq. Dəyərli qardaşımızın şəklini gətirmişik sizə, şəkilləri çoxdur. Bugün o cənnətə qonaq getdiyi gündür. Allahın yanına qonaq getdiyi gündür. Əbədiyyəti mübarək olsun can. Çünki hər adam, hər oğul şəhadəti qazana bilmir, cənnəti qazana bilmir. Yalnızdayıq hər zaman. Allah sizi var eləsin. Bax, siz heç zaman tək deyilsiniz. Dürdanə xanım bizlə bərabərdir. Doktorumuz Tofiq doktor həmişə şəhid qazi ailələrinin xidmətindədir. Bugün özünə borc bildi ki, bizlə bərabər gəlsin, sizi görsün. Yaranıza az da olsa mərhəm ola. Məkanı cənnətdir. Hər zaman. Getdi, ziyarət elədiniz, qayıtdınız. İnşallah biz də məzarını ziyarət edəcəyik. Anamız heç zaman tək deyil. Təbii ki, bizlərdən əlavə də dövlətimiz anamızın yanındadır, cənab prezident anaların yanındadır. Ona görə də belə analar qəlbən özünü tək hiss etsə də təbii ki, bala itiribdir. Amma dövlətimiz daxil biz sizin yanınızdayıq. Bu da bizdən sizə hədiyyə. Allah sizi var eləsin. Talış kəndini altdan yuxarı gedəndə ki, 3 dənə belə post var belə. Bəli, bəli. Nə deyirlər, ona erməni zadı deyirlər. Səddi. Səddi. Yəni, sən yadında qalır. O səddi mən gördüm. Laçına gedəndə. Laçına yox. Laçına gedəndə də post. Talış kəndinə gedəndə. Aha. Talış kəndinə gedəndə, su qovşana gedəndə elə bir sədd var. Nəsə bir erməni səddi adıdır, mən demək istəmirəm. O səddə bizim 671 əskərimiz orada şəhid olub. Onun çünki ağac yox, 3 dənə bir-birinə aralı səddlər. Orada durub hücum eləmək, hamısı minalanmış yer. Orada hər adamın işi deyil. 671 dənə orada şəhidimiz olub. Allah rəhmət eləsin. Məqamları ucadır. Yəni, ana, sən bacı, daha doğrusu, sən tək deyilsən, gör nə qədər böyük, 3000-ə qədər cavan şəhidlər rəhmətə gedib. Mən Xətai Tibb Mərkəzində işləmişəm, uzun müddət, 36 il. Deməli, yadıma gəlir, biz Covid xəstələri yığılırdı bizim xəstəxanaya, Xətai Tibb Mərkəzinə. Sonraki müharibə başlanında 3 oktyabrdan dedilər, xəstəxana boşalmalıdır. 3 oktyabrdan boşaldılır, düz dekabrın axırına qədər 100 dənə əskər gətirildi. Onlar mən gördüm, biz onlara xidmət edirdik. Onlardan nə qədər yaralılar vardı, yanıqlı olan xəstələr vardı. Onlar biz yardım göstərdik orada. Onlar nə əziyyətçi, 19 yaşı vardı, bir dənə salamat yeri yoxdur. Onlar necə dözürdü, soruşsa necəsən? Deyirdi, sağ ol, yaxşıyam. Yaxşıyam. Da demirdi ki, məsələn, o dəri Türkiyədən gəlmiş. Sizin 4-cü dərəcəli yanıqla olan xəstələr. O şəkillər var, mən sənə atarım o şəkillər. O yanıqlarla, o ağrı ilə, sən fikirləş ki, yanıq, 3-cü, 4-cü dərəcəli yanıq nə deməkdir? Bəli. Əfsanə xanım özü həkimdə bilir onları. Nə əziyyət verir onları, necə
göynədi aldı, birinci, ikinci dərəcə yanıqda insana qədər əziyyət Dözə çəkir. bilmir. Onlar dözürdü. Soruşan necəsən, deyirdi, yaxşı idi. Hətta Biz komaya ona- düşənlər belə Bəli, olurdu, təsəlli- amma bax bu biz ona- şəhidlərimiz düşməyib, bu qazilərimiz Biz düşməyib. onlara təsəlli verirdik. Onların çəkdiyi əzabı, gördüyü yerləri, dəhşəti biz hiss edirdik. Orada olmasaq da müharibənin nə qədər ağır dərəcə olduğunu, nə qədər vahiməli, qorxulu olduğunu, ancaq bizim igidlər onu bilmirdilər. Bir ucdan haraya düşüb cumurdular, bilmirdilər ki, Çünki biz vətən hara sevgisi gedirik. var idi. Bəli, vətən sevgisi. Bizim xalqda olan vətən sevgisi heç bir xalqda yoxdur. Doktorumuz da Mustafa vardı. Qarabağlıdır. Qarabağın Zəngilandan. Zəngilan Zəngilan rayonundan. Həkəri stansiyasından. Siz harda orada xidmətləriniz olub da? Mən həkim olmuşam. Bəli, baş həkim işləyib. 6 il, 8 il mən Alıbəyli xəstəxanasında baş həkim işləmişəm. Düz 88-ci ilə qədər. Ondan sonra gəlmişəm Xətai Tibb Mərkəzinə. 24-cü ilə qədər orada işləmişəm. İndi Memorial Hospitalda işləyirəm. Hər zaman təkə ehtiyacınız olmasın. Nə vaxt desəz qulunuz da hazır. Terapevtdir bizim doktorumuz. Mənim hər iş gəlir. Gözəl, bəli. Tək illərlə əmək verib, tibbdə öz sözünü demiş bir doktordur, baş həkim işləyib, təkcə baş həkim söhbəti Şöbə deyil. işləmişəm. Bəli. 22-ci ilə qədər. Əsas odur ki, insani dəyəri var. Bir həkimin birinci xəstəyə, insanlara, belə deyək, insani dəyəri yoxdursa, onun verdiyi hansısa bir yazdığı resept, inanıram ki, xəstəyə şəfa gətirməz. Əsas sizin sözlərinizdir, dəstəyinizdir. O da sizin sahədir ki, insanlara ilk öncə psixologiya önəmli bir şeydir ki, necə yanaşma. Dürdanə xanım da psixoloqumuzdur, bəli, daim bizim yanımızdadır. Aktual xəbərin, səhiyyə xəbərləri üzrə müxbirimizdir, bəli. Oxuyuram sizin Bəli, yazıları. Orada var deyil. Mükəmməl yazıları var, bəli. Psixoloji yardım, dəhşətli yardımdır. İndi insanlarımızın psixologiya ehtiyacı var. Mənim rəhbər olmağına baxmayaraq, arada belə olur da, stresli vaxtlarımızda birbaşa yeganə ünvanımız Dürdanə Musayevadır. Yəqin ki, xanımın nömrəsi sizdə var. Götürərsiniz, ürəyiniz istəyən vaxtda danışın, görüntülü danışın, söhbət edin. Həm dini cəhətcə insanı belə ruhunu sakitləşdirən bir xanımdır. Allahını, düzdür biz də Allahımızı tanıyırıq, sevirik, amma onun kəlamları, Allahdan gətirdiyi, danışdığı o kitabdakı kəlamları bir başqa insana təsəlli olur. Yəni, hər şeyin, belə deyək, mütəxəssisinlə söhbət eləmək gözəl bir şeydir. Siz də həmişə bax, belə anaların yanındasınız. Özü, Dürdanə xanımın özü, bəlkə də sosial şəbəkələrdə izləmişsiniz. Sakit bəy Məmmədov, bəli. Hansı ki, tankı ermənilər vurur, partlayır, yanır. Hamı elə bilirdi ki, o şəhid olubdur. Amma o, həmən tank yana-yana irəliləyir və onlar oradan salamat çıxıblar. Düzdür, onların stresi, hansısa bir ağrılar, acılar, amma şükür ki, bugünkü gündə Allah onları qoruyubdur. Neçə il xidməti? 27 il qüsursuz xidməti, bəli, vətənə xidməti olubdur. Siz özünüz deyin də, ən yaxşı siz danışarsınız. Çox sağ olun, Əfsanə xanım, təşəkkür edirəm. Həqiqətən mən hər zaman qeyd edirəm, hər şəhid ocağı bizim üçün bir ziyarətgahdır. 2020-ci ildən bu tərəfə biz ziyarətgah axtarmırıq. Biz şəhid analarının yanında, şəhid ocaqlarını axtarırıq və orada biz rahatlaşırıq, ruhumuz qidalanır. Anacan, siz hər zaman başınızı dik tutun. Çünki siz o oğulların anasısınız ki, bax, qarşıdan zəfər günümüz gəlir. Zəfər gününü öz qanları ilə yazdılar. Və oğullar, mən hər zaman qeyd edirəm ki, şəhid olmazdan öncə sizlərin oğulları idi. Amma şəhid olandan sonra vətənin və bizim qardaşlarımız, oğullarımız, mərdlərimiz, ərlərimiz, igidlərimizdir. Allah sizlərə səbir versin. Hər zaman bacardığımız qədər sizlərin yanınızdayıq. Psixoloji dəstəyə nə zaman ehtiyacınız oldu, saat, gün fərq etmədən bir zənginiz yetər mənə. Əfsanə xanım da bayaq qeyd elədiyi kimi, aktual xəbərin səhiyyə müxbiri olaraq bugün biz buradayıq. Vətənimizə, xalqımıza bacardığımız qədər layiqli vətəndaş olmağa çalışırıq.
vətənini sevən bir vətən qızı kimi bir mən heç zaman demirəm, çünki mənim yoldaşım olmağı ilə yanaşı, yəni vətənin oğludur. Hər zaman Əfsanə xanım bunu qeyd edir. O bizim dəyərli qardaşımızdır, gözəl insandır, həqiqətən, valla. Mən onu sizə görə də demirəm. Yəni, baxmayaraq ki, bizim bacı münasibətimiz var, iş öz yerində, dostluq, bacılıq öz yerində, amma həqiqətən bir başqa qardaşdır. Mən fikir vermişəm ki, ümumiyyətlə, bu 44 günlük vətən müharibəsidir, milli qəhrəman ailələridir. Onlar bilirsiniz nə deməkdir. Azərbaycan namusun, qeyrətin qoruyan kişilər olub, onlar. Fərqi yoxdur, 19 yaşı var, 25 yaşı var, 30 yaşı var. Fərqi yoxdur, bunlar komandirdir, polkovnikdir, adi əskərdir. Vallahi hamısı eyni qeyrəti qoruyan, Azərbaycan xalqının qadınlarını, anasını, bacısını qoruyan, bayrağımızı, dövlətimizi qoruyan, yəni bunlar elə-belə adamlar olmayıblar. Balaca da görünən əskər ki, hansı ki boyu tutalım bir balaca olubdur, amma onun böyük ürəyindən, o döyüş meydanına şir kimi atılmağından, mən soruşurduq da, mən də ehtiyatlı olan bir xanım kimi, əskər kimi, bizim də əlaqələrimiz vardı, soruşurduq, bir hərdən soruşurdum, kimsə qorxur, deyirəm, qorxmaq. İnanın qabağa gedirlər. Bilirəm, sizin üçün həqiqətən ağırdır, xanım təkdir. Tək böyüdüb evladını, bəli, çətindir. O özündə onu düşünür. Mən bayaq da qeyd elədim ki, elə bir anadır ki, hər sözünü, qurban olum, hər sözünü deyə bilmir. Çox başqa bir anadır. Elə analar var deyə bilir, amma bu ana valla deyə bilmir sözünü. Elə bilərsiniz biz nəyisə çəkilişə görəmi, hansısa bir, valla biz doğrudan yanınızdayıq. Allah hamd olsun. Yəni, tək sizin yox, biz tanıdığımız anaların, çəkilişini etdiyimiz anaların hər zaman yanındayıq və söz olaraq da demirik. Fərqi yoxdur sizin nə probleminiz var. Həmişə bütün problemləri bəzi insanlar dövlətə yükləmək istəyir. Amma biz vətəndaşlar nə üçünük? Biz bu sahələrə niyə gəlmişik? Hərəmizin özünə görə həkimimiz var, psixologumuz var. Mən də bir jurnalist fəaliyyətindəyim və biz dövlətimizin işini yüngülləşdirməliyik. Sizləri tək qoymamalıyıq. Hansısa bir sözünüzü biz onu əməl eləməliyik, həyata keçirməliyik. Hansısa qurumlarda işləriniz varsa əlinizdən tutub maşını otuzdurub sizi rahat şəkildə aparıb gətirmək və bu vətəndaş borcudur. Yəni dövlətə dəstək, dövlətə xidmət, dövlətin yanında dövlətçiliyimizi dəstəkləmək, təmsil etmək tək bu peşə sahiblərinə aid deyil. Sıradan olan, peşəsi olmayan bir vətəndaşın da borcudur. Doktor, siz də bir Qarabağlı olaraq keçmişdən bu günə nə dəyişdi? Hər şey dəyişdi. Bəli. Bitirmişdik 20% torpaqlar alındı. Görmədiyimiz Zəngilan, Qubadlı, Laçını, getdiyimiz yerlər. Kəlbəcər, mən Kəlbəcər heç getməmişdim. Bəli. Heç Sovet hökumət dövründə də Zəngilanın işliyində getmədim, görməmişdim. O yerlərdə almaq, o yerləri yürüş eləmək, o dağlarda çarpışmaq, vuruşmaq, şəhid olmaq. Bu bir tarixdir, doktor. 44 gün nə deməkdir? Böyük. 30 ili 44 günə sığışdırmaq hər prezidentin, hər oğlun da işi deyil. Bircə deməklə ki. Bəli. Gəlin, getdik, hamı getdi. Həqiqətən böyük bir şeydir. Ürəyə baxın da siz. Güllədən qorxan insan da qorxunu yadından çıxartdı. Qorxunu heç kim hiss etmədi. Arxa cəbhədə olan analarımız, həkimlərimiz, yazarlarımız, hamı öz sahəsində döyüşürdü. Hamı torpaq üçün. Gözə görünməyən şəhidlər də var. O da kimlərdir? Həkimlər. Bəli, bəli. Düzdür, gözə görünmürdü. Onlar da vuruşa-vuruşa əskərlərə yardım edir. Güllənin, oranın. Adi bir torpaq uğrunda, bəli. Görünmürdü, ancaq öldü. Çox adam öldü. 24 nəfər, mən bilən 24 nəfər qədər həkim, tibb bacısı. Şəhadətə ucaldı. Bəli, bəli. Bu da gözü görünməyən qəhrəmanlar. Allah rəhmət eləsin. Bəli, təcili tibbi yardımların getməyi, onların sürücüləri. Fərq yox idi ki, o ya hərbiçi deyil, ya həkim deyil. Adi sürücü belə şəhadətə ucaldı. Torpaq uğrunda, qeyrət uğrunda. Hansı ki, o torpaqlarda bizim bacı qardaşlarımızın, o körpə uşaqların qanları tökülmüşdü. Dedim, Mirzə zəng elədi, dedim, Mirzə naharsın. Yaşıdır sentyabrındır. Dedim, Mirzə gələcəksən, dedi, yox mama, gəlməyəcəm, karantindir. Dedim, Mirzə bir tort bişireyim, yaşında, dostlarla sadığı yığım. Dedi, yox mama, inşallah özüm gələcəm.
Sonra elə mən demək şəhid olanda hamı deyirdi ki, Mirzə ayağından Füzulidə Füzulidə yaralanıb, hospitala gedib ayağını təzədən tikdirib, Təzədən qabağa döyüşə qatılıbdı. Mirzəcan əskər idi, 11 ayın əskəri idi, özü topçu idi. Fikir verin, topçu. Birinci dərəcəli topçu idi. Topçuydu. Halal olsun. Valla. Üzündəki Yəni nurlar. vətən sağ olsun. Şəhidlər ölməz. Anı Vətən üçün ölməz. biraz çətindir. Təbii ki, Amma çətindir. şərəfli ölümdür. Bəli. Həmişə evdə deyərdi ki, Sən mama mən fəxrlisən, şəhid başın olacağam. çat. Deyərdi o Hə, sözü. deyərdi. Deyirdim ay Mirzə. Deyirdi yox mama, deyirdim ay Mirzə. Mən küçə süpürə böyütmüşəm, o ölümlə böyütmüşəm. Deyirdim ay Mirzə, onu demə. Deyirdim amma bu süpürgəni əlindən atacaqsan, bu süpürgəni başı dik tutacaqsan. Fikir Bir də bu verirsiniz. süpürgəni əlimə götürməyəcəksən. Sən süpürgə götürəndə mən utanıram. Deyirdim ay Mirzə, niyə utanırsan? Çörək qazanıram. Deyirdi yox mama, mən utanıram. Görürsünüz. O, bax, qeyrətindən irəli gəlibdi. Özünə sığışdırmayıb ki, mən tez böyüyüm, tez işləyim, anama baxım. Yetim böyütmüşəm. Atasız böyütmüşəm. Sizə mən bağışlayın. Mirzənin 6 yaşı vardı, mənim 20 yaşım vardı, yoldaşımla aralananda. Mən çox çətinliklə böyüdüm. Can. Belə analara biraz təsəlli də verə bilmirsən. Təsəlli verəndə də adam özü utanır ki, ana doğrudan çox əziyyət çəkibdir. Tək indi onun bəlkə də şəhid olmağı üçün anamız ağlamır. Onun əziyyətlə böyüməyi üçün, ona necə özü əziyyətlə baxdığı üçün. İnanın ki, siz tək deyilsiniz. Bax, bütün şəhid ailələrindən beləsi çıxan qeyrətli oğullarımızın bir həyat hekayəsi var. Dürdanə xanım dini tərəfdən qoy desin ki, bizim peyğəmbərlərimizin necə bir həyatı olub. Siz deyin, daha doğrusunu siz deyəcəksiniz. Anamız qoy biraz sakitləşsin. Peyğəmbərlərimizin, imamlarımızın həyatı tarixinə nəzər salanda İmam Hüseyin olsun, İmam Əli olsun, Məhəmməd Peyğəmbər olsun, bunlar hamısı çətinliklə, əziyyətlə böyüyüblər. Bax, bizim bugünkü gün şəhidlərimiz həqiqətən çox qürur vericidir ki, İmama Peyğəmbərə qonaqdılar. Məhəmməd Peyğəmbərə, İmam Hüseynə qonaqdılar, qonşudular. Çünki Peyğəmbərlərimizlə, imamlarımızla həyatları eyni olub bu insanların. Allah şəhidlərimizin məqamını uca etsin, anacan. Onlar öz cənnətindədirlər. Gör, siz necə ali bir insansız ki, Rəbb sizləri xüsusi seçib. Mənim hər zaman komandir deyir ki, Allah məni o zirvəyə ucaltmadı. Mən nə günah eləmişdim. Ay Allah, fikir verirsiniz. Mən deyir, niyə o şəhadətə ucalmadım? Məni Allah layiq bilmədi. Hər onun ağrıları tutanda, bax, o sözü deyirdi ki, mən niyə o şəhadətə ucala bilmədim? Mən nə günah elədim ki? Bax, indi buradan biz çıxacaq Samir Paşayevində. Bəli, digər şəhidin Digər çəkilişinə şəhidində gedəcəyik. o şəhid komandirin əskəri olub. Onun qollarında can verib. Ağırdır. Mən deyir, düşünmürdüm mən geri qayıdacam, heç ağlımın Bu ucundan boyda gəlmirdi. tankdan salamat çıxıb. Ancaq irəli. Ancaq irəli. Komandirim deyir, mənə dedi ki, əlin qoydu belə çiynimə, sən təxriyə ol. Deyir, dedim, bir amalımız olub 30 ildə komandir. Yalnız irəli. Bizim də amalımız nə olub? Torpaqlarımızı geri qaytarmaq. O gün bizə nəsibdir, tam sürətlə irəli gedirik. Hələ mən buradayım. Bax, bunlar hamısı qeyrətdir. Azərbaycanın qeyrətli Bəli. oğullarıdır. Bəli. Oktyabrın 4-ü mən zəng elədi. Saat 8-in yarısı idi. Dedim, mama, dedim, hə. Dedi, özündən bayat ol. Aha. Şəhid olsam ağlama, başını Ca. dik. Düz qabaqdı yox, düz qabaqdı yox, qabağa düz qabaqdı yox, mama özündən müğayət ol. Bir dənə özümdən bayat. Ca. Həmişə zəng eləyəndə deyirəm, amma mən səni tək qoyub gəlmişəm. Neynirsən, nə ağarsan? Ca. Arada o sual verirdi ki, gedərsən Allah qoysan müddətdən Mən o artıq. xalasıyam, Qayıtdı xalası dedi gəldə ki, xala əvəzidə, qayıtdı dedi ki, mamamı da apara bilərəm mən. O qədər anıya bağlı. Bağlı. Bax, görsünüz, sözünü yadınıza Komandir salın. söhbət edir ki, Mirzəcan dedi ki, komandir ola bilər, mən ona dedim ki, Mirzə git. Qaldı əskərdən sonra elə bir maxı da. Bildi, müddətdən artıq hərbi Qayıtdı xidmətdir. ki, mamama apara bilərəm. Dedim, Aha. Allah, bala, niyə aparmırsan? Gedərsən, oxudacaqlar səni, iş verəcəklər, ev verəcəklər, mama, niyə aparmırsan?
Anasına bağlı olan dövlətini sevir. Mamamı yanıma gətirə bilərəm. Komandir mən əsgəri qutarandan sonra qalsam burada. Amma mamamı deyib, komandir özü söhbət edir. Deyib, bizə niyə gətirmir? Baxın, elə komandirlərimiz olub da. Komandir və var Mirzə ilə olacaq mən da. aram 10 dəqiqə çəkdim. Heç mən də deyil şəhid ola bilərdim. Mirzə ilə mənim aram 10 Mirzə deyil, mən dəqiqə itələdi. çəkdim. Bir yerdə Gətirdi konserva belə qabda qoydu konservanı qızdırmağa. Qayıtdı dedi ki, o gün olar bu konservanı sizə Şuşada şey deyərəm. Qızdıraram, Ay hazırlayaram. Allah. Deyib komandir, inşallah Şuşadan qayıda, gedək evə, sizə nar qorması mamama deyəcəm pişirsin, sizə stol açaq. Oturaq səninlə yeyək içək əmi Sonra bala. da bir Qarabağ mahnısı deyir. Deyib bir Qarabağ mahnısı oldu. Bloknotu var evdə, ana üçün şeir yazıb. Onu da gətirdilər verdilər. Sizin bunların heç birindən xəbəriniz Yox. yox idi. Komandir söhbət elədi. Komandir oturub söhbət edir. Can, Allah var eləsin. Allah var eləsin hər zaman. Doktor, görürsüz, baxın, belə şəhidlərimizin evində ziyarət eləmək həqiqətən hamının borcudur və adamın ruhu sakitləşir, fikir verirsiniz. Dəyərli izləyicilər, biz bugün bildiyiniz qədərilə Xırdalan şəhərindəyik. Hansı ki, bu evdə anamız kirayə qalır, amma Mirzəcan bu evdə yaşamıyıb, düzdürmü? Bəli, mən sizə ilk bu evə gələrkən dedim, Mirzəcan Şamaxı şəhididir. Təbii ki, Azərbaycanın şəhididir, amma Şamaxı rayonunda dünyaya göz açıb. Amma anamız Xırdalan rayonunda yaşayır, sağlığında da yaşamayıb. Xeyr, xeyr. Mirzəcan deməli şəhid olandan sonra... Mirzəcan şəhid olandan sonra 3 ildən sonra mən Xırdalana gəlmişəm. Xırdalana gəlmişsiniz, ona qədər Şamaxı şəhərində yaşamışsınız. Şamaxıda 44 mənzil var idi, orada qalırdıq. Orada təzə bina tikilmişdi. Ana bala biz orada yaşayırıq. Sizin öz evinizdə ora? Atamın evi idi. Dövlət tərəfindən də siz qeydiyyatdasınız. Bəli, xanım dövlət tərəfindən evlə də təmin ediləcək Allahın izni ilə. Qeydiyyata düşübdür. Şəhidimizin qanı ilə, canı ilə, adı ilə alınan evi dövlətimiz qısa zamanda anamıza təqdim edəcək. Allahın izni ilə ümid edirik ki, bu daha da tez olacaq. Və gördüyünüz kimi burada qonaqlar əyləşib, hamısı yerliləri, qohumları Mirzəcanın, belə deyək, bu günlərim şəhadətə ucaldığı gündə də anamızı tək qoymayıblar. Biz ana ilə danışdıq, xatirələrimizi bölüşdük. Təbii ki, ağırdır, amma yenə də ana, bugün sizin yanınızda bir balaca gəlib sizə dəymək, sizin xətir halınızı almaq bizim ruhumuzu da sakitləşdirdi. Ümidvaram ki, siz də biraz sakitləşdiniz, həqiqətən. Tofiq doktor, son olaraq anamıza nə deyərdiniz? Ümumiyyətlə, bütün Azərbaycan xalqının şəhid ailələrinə nə sözünüz var? Bir həkim olaraq, bir insan olaraq, bir ağsaqqal olaraq nə tövsiyəniz var, nə sözünüz var? Allah rəhmət eləsin, şəhidlərimiz ruhu şad olsun. Bugünkü, hansı ki, biz buradayıq, onun adını çəkdik, ruhu şad oldu. Bəli, Mirzəcan, bəli. Qazilərimizə Allah can sağlığı versin. Allah bizə bir dəfə də belə müharibə qismət eləməsin. Sülh, əmin-amanlıq içərisində uşaqlar, övladlar yaşasın. Bəli. Həmişə sülh, əmin-amanlıq içərisində xalqımız böyük nailiyyətlərə sahib olsunlar. Amin inşallah. Azərbaycan torpağı o taylı, bu taylı həmişə zülm, əziyyət içərisində yaşayıb. İndi müstəqillik dövründə bizim xalqımızın başına gələn qəziyyələr 1988-ci ildən bugün 20-ci ilə qədər torpaqlarımız, işğal olmuş torpaqlarımız, şəhidlərimiz hesabına azad olundu. Bəli. Onların da qanı yerdə qalmadı. Doğru vurğuluyorsunuz. Biz milli qəhrəman ailələrindən də danışırıq. Siz özünüz də bilirsiniz ki, biz Azərbaycan tək indi şəhid verməmişik. Bizim 92-dən bu tərəfə belə deyək, bəli, birinci vətən şəhidlərimiz olub. Bəli, bəli. Allah onların da ruhu şad eləsin. Amin inşallah. Çox Allah gözəl rəhmət eləsin. anaları var, ailələri var. O qədər belə, yəni o qədər gözəl anaları var ki, hamısı 44 günlük vətən müharibəsi şəhid analarının yanındadır. Onlar ilk bala acısının ilk şəhidliyi onlar dadıbdır. İçkin düşən nə qədər vətən övladları var. Bəli, bəli. Allah onlara da səbir versin. Mən hər zaman çıxışlarımda da qeyd eləyirəm. Onlar da döyüşdülər.
baxmayaraq ki, torpaqlarımızı tam işğal altından azad edə bilməsək də, amma həqiqətən bunu cənab prezident özü belə vurğulayıb ki, o vaxtı təbii ki, siyasətin belə deyək, devriliş bir zamanı idi. Ordumuz güclü deyildi, yəni siyasətimiz güclü deyildi, amma ulu öndərimiz siyasətə gələndən sonra, o prezidentlik ali məqama qazanandan sonra həqiqətən övladı kimi Azərbaycan xalqını qucaq açdı və var gücü ilə çalışdı. Günü bu gündə onun yazıb qoyduğu siyasətlə davam edən bir bizim Cənab İlham Əliyevimiz var ki, ilk öncə ata vəsiyyətini yerinə yetirdi. Bəli, sonra isə Azərbaycan xalqının sevgisi ilə bax, bugün o ayaq üstədir, şəhidlərimizin, qazilərimizin sayəsində, belə gözəl müqəddəs ailələrin sayəsində bugün biz azadlığı, firavanı yaşamağı, biz yəni bunu belə deyək, qazandırdılar bizə. Hər zaman prezidentimiz də bunu vurğulayır ki, yəni bunu belə deyək, tək əldən səs çıxmaz. Mən deyir, yumruğumu qaldıranda onlar da mənlə bərabər oldular. Bu yolu tək getmədim, sizlərlə bərabər getdim. Güclü siyasətimizin nəticəsində, güclü ordumuzun, Azərbaycanın gücü nəticəsində biz bu şücaət göstərib qazandıq. Nə gözəl ki, bugün azadıq deyə bilirik. Ana, bunlara görə dövlət başçımıza və sizi kimi ailələrə borcluyuq. Həqiqətən. Hər zaman şəhid anasına demək lazımdır ki, haqqınızı bizə halal edin. Şəhid anası qəhrəman anadır. Bəli. Bəli, bəli. Qəhrəman anadır ki, elə böyük övlad törədib, zaten böyüdüb. Bəli. Və vətənin xalqa onun qalibiyyəti üçün canından keçib. Bəli, bəli. Ona görə belə analardan həqiqətən halallıq almaq, yəni mütləq şəkildədir. Çünki bu günlərim, o vaxtı eşidirdik, gecə 12-dən sonra çölə çıxmayın, çörək növbələri var idi, gəzəndə, yürüyəndə, məktəb, hamısı təhlükəli idi. Amma həqiqətən çox gözəl bir dövlətimizin nəticəsində, belə gözəl anaların yetişdirdiyi oğulların nəticəsində, bax, bu günlərim sakit yaşaya biliriksə, torpaqlarımızı, bax, gedib, neçə dəfə getmişik, doktor, getmişik, gəzmişik, ziyarət eləmişik, torpaqları ayağımızı basanda bədənimiz, ruhumuz titriyib, bəli. Hamısına diqqət eləmişik, sizləri yada salmışıq. Getdikcə yada düşürdü o torpaqlardakı. Şəhidlər buralar necə vuruşurdular. Ona görə də valla sizdən həqiqətən halallıq almaq lazımdır. Nəysə, başı sağ olsun. Allah rəhmət eləsin. Bütün şəhidlərimizə rəhmət eləsin. Borcumuzdur, həmişə yanımızdır. Sizin övladınız da qəhrəmandır, qəhrəman vətən oğludur, qəhrəman Azərbaycanın qəhrəmanıdır. Başqa qəhrəmanlar kimi. Bəli, Elxan müəllim də buradadır, şəhidimizin yerlisidir, ailə dostudur, anamıza yaxından, belə deyək, baş çəkməyə gəlibdir, hər zaman da bu ailədədir. Elxan bəy, siz hər zaman bu şəhid ailəsindəsiz və digər şəhid ailələrindən də bir vətənpərvər insan olaraq onların dəstəyinə, köməyinə çatırsınız. Yəni, mən arzu edərdim ki, hər zaman bu ananın yanında olun. Çox sağ olun. Bəli, bəli, mənim borcumdur. Mən daimi onun yanında olacam. Necə də olmuşam, olacam da. Mən onun qabağında baş əyirəm. Allah rəhmət eləsin bizim şəhidimizə. Mən o tək qoymaram. Allah sizi var edin. Allah razı olsun. Anamız qəlbən deyirəm, özünü tək hiss eləsə də, onun arxasında bizdən də güclü prezidentimiz dayanır, dövlətimiz dayanır. Bəli, onun arxalanacağı ən gözəl ünvan prezidentimizdir, dövlətimizdir. Biz də onun yenə də arxasındayıq, yanındayıq. Ana, siz nə deyə bilərsiniz? Bax, siz də bu şəhid evinə gəlirsiniz, gedirsiniz, anamızla çox yaxınsınız. İnanıram ki, siz hər zaman da xanımın yanında, anamızın, Südabə anamıza dəstəksiniz. Ən əsası mənəvi yanındasınızsa, bu böyük bir işdir. Əlbəttə borcumuzdur. O balasının borcunu biz qaytarmalıyıq. Belə bir vasitə ilə qaytarmalıyıq. O bir oğul itirib, bir neçə oğul qazanıb, həm də mənim bir oğlum var. Hər ikisini ona bu gün də verərəm ki, onun hər bir qulluğunda dursun. Hətta evdə də demişəm ki, vəsiyyətimdir. Nə vaxt sizə əl atsa, əlinin altında olur. Çünki o bizi üçün gedib, biz də çalışaq o ananı səbirlə, nə bilim, yaxınlıqla istiliyimizi göstərək də.
Hər zaman var Borcumuzdur, olun. borcumuzdur, Mütləq, təsəlli verir mütləq. ona. Düzdür, bizim təsəllilərimiz onu bəlkə də bir qismən sakitləşdirə bilər. Amma nə gözəl ki, onu da eləyə bilirik. Bəli. Tərlan bəy, anamızın yanındasınız. Mən bildiyim qədərilə ana da sizə doğrudan əsl analıq edibdir və etməkdə də davam eləyir. Sizi çox istəyir. Üzünə gözünə baxanda da hiss eləyirəm. Can, yaxşı, sənə qurban. Xalasıdır. Can, əmi qızı, əmi oğludular. Allah var eləsin. Mən burada olarkən o bəyin həqiqətən yəni o qədər imkan vermiş ki, kimsə çayı süzsün. Keçən dəfə də diqqət elədim, bu dəfə də. Allah sənə dünya durduqca sağlıq versin. O qadın isməti var ha. Kişilərdə onun olmağı önəmli bir şeydir. Bu hər adamda olmur. O qədər tərbiyəli, yəni qardaşdır. O qədər qanacaqlı. Yəni nə desən baş üstə deyəcək bir insandır. Mən onu hiss eləmişəm. Allah səni var eləsin. Mən sənə deyirəm, Allah sənin həmişə köməyində dayansın. Balalarının başının üstündən əksik olma. Anamız da sənə bax, həqiqətən oğul sevgisindən baxır, valla. Həmişə anamızın yanında olasan. Mirzəcanı tanıyırdın da, düzdürmü? Nə danışa bilərsən Mirzəcanla? Çox görməmişəm. Az görmüsünüz. Az görmüsünüz, amma indi onu bütün Azərbaycan görür, bütün ölkə, dünya görür. Dürdanə xanım, son olaraq sizi də eşidək. Təbii ki, son deyil. Biz gəzirik, görürük, sevirik. Anaların yanındayıq, ataların, qardaşların yanındayıq. Bu bizim bir borcumuzdur. Təbii ki, bu çəkilişimizdə, bu evdə son olaraq nə sözünüz var. Amma yenə də çəkiliş oldu-olmadı, biz bu evə gəlib gedəsiyik. Hər zaman telefon zəngləri, anamızın qulluğundayıq. Ürəyimiz darıxanda da gəlib bir stakan çayını içib gedəcəyik. Bəli. Hər birimizin qeyd elədiyi kimi bugün bizim burada olmağımızın səbəbi qəhrəmanımız Mirzəcanın şəhadətə ucaldığı gündür. Öz cənnətinə qovuşduğu gündür. Həqiqətən mən hər zaman qeyd edirəm ki, hər şəhid ocağına gedərkən mən həmin günü qayıdıb özümə bir hesabat verəndə deyirəm, ya Rəbbim, sənə nə qədər təşəkkür eləyəm azdır. Məni gör hara gedirəm mən. Şəhid ocağına, şəhid anasının əlindən tuturam. Bunu mənə nəsib edibsən, sən nə xoş mənə. Və bunlara vəsilə olan Aktual Xəbərin rəhbəri Əfsanə xanım, sizə dərin təşəkkürümü bildirirəm ki, bizi belə işlərə vəsilə edirsən ki, biz də az da olsa bir, o ananın əgər könlünün o xoşluğuna bir az da olsa toxunuş eləyə biliriksə, nə xoş bizə. Anacan, hər zaman sizin qarşınızda baş əyirəm. O ağ birçəklərinizdən, saçlarınızdan öpürəm. Hər zaman qulluğunuzdayıq. Tək kamera önündə yox, kamera arxasında. Və bugün də bizim vətənimizə, xalqımıza, millətimizə, bayrağımıza, prezidentimizə olan sevgimizdən biz bugün şəhidimizə, ən əsası, şəhidimizə olan sevgimizdən, bax, bugün biz bu ocaqdayıq. Bəli. Və bu ocaqlarda olmağı da özümüzə bir vətəndaş borcu bilirik. Son olaraq bir şey vurğulayım ki, dəyərli izləyicilər, bununla da sözümə yekun edəcəm. Şəhid 5 ildir şəhid oldu, şəhadətə ucaldı. Analarımız və Azərbaycan xalqı, milləti, dövləti, dövlət başçısı daim şəhidimizi dünya durduqca yaşadacaq. Bu söz ömür boyu belədir və əməldə də belədir. Amma şəhid evlərini gəzərkən şəhiddən sonra o adı yaşadan və vətən sevgisini, kimlərsə məsələn gedər şəhid evinə baxanda deyər ki, ananın övladıdır, şəhidimizin şəklidir. Xeyr, tək şəhid deyil. Şəhidlər ölməz, vətən bölünməz. Ağay, zəhmət olmasa o sözü əvvəldə də götürmüşdüm, indi də götür. Və Mirzəcanın şəklinin yanındakı bayrağımızı, Türkiyənin bayrağıdır, Pakistanın bayrağıdır, arxandadır Ağay. Və Azərbaycanın bayrağı da təbii ki başdadır. Bax, bu onu sübut edir ki, şəhid ailələri, şəhid anaları, oğlanları şəhid, igidləri şəhid olmağına baxmayaraq günü bu gündə başları dikdir. Günü bu gündə düşmənin gözünə dik baxırlar. Təbii ki, bugün sakitçilikdir, amma yenə də biz varıq, var da olasıyıq deyə, bax evindən şəkil kimi görünən
şəkillərin üzərindəki sözlərə diqqət edin hər zaman. Bu tək bu evdə deyil, bütün şəhid evlərindədir. Anamızın dövlətə sevgisi. Bax, o sözlər ki, vətən sözü var, Azərbaycanın bayrağı sözü var. Bunun sadəcə sübutudur ki, biz prezidentimizi sevirik. Prezident necə ki, şəhid analarını baş tacı edibdir, Azərbaycan üçün çalışıbdır, torpaqlar üçün çalışıbdır. Bugünkü gündə də bizlər üçün çalışır. Ona görə diqqət edin bax bu sözlərə və hər yerdə ürəklə deyin ki, şəhid anaları prezidentimizi sevir, dövlətimizi dəstəkləyir və şəhidimizin yolunu gedir analarımız. Dəyərli izləyicilər, aktual xəbər olaraq bugün Südabə xanımın evində idik. Hansı ki, kirayə qaldığı evdə idik, Xırdalan şəhərində və Şamaxı şəhərinə bizə getmək bugün işlərimizdən dolayı nəsib olmasa da zamanı gələcək biz Mirzəcanın məzarını da ziyarət edəcəyik. Aktual xəbər olaraq bugün Mirzəcan, şəhid Mirzəcanın şəhadətə ucaldığı günü sizə çəkib göstərdik. İzləmədə qalın, digər şəhidlərdən sizə xəbərimiz olacaq. Allah rəhmət eləsin. Allah rəhmət eləsin.